1989-cu ildə Berlin divarının dağılması Avropa tarixində ən böyük hadisələrdən biri kimi baş verdi. Və bu, Avropanın şərq və qərb hissələrinə bölünməsinin sonunu gətirdi. Bu bölünmə ABŞ və Sovet İttifaqı arasında soyuq müharibənin nəticəsi idi. Divarın dağılmasından sonra Avropa xalqları kommunistlərin hakimiyyətinin sona çatmasına sevinirdilər və bu sülhü Amerikanın dəstəkləri ilə bağlı hesab edirdilər. Lakin həmin vaxt İtaliyanın baş naziri Andreotti xalqın gözləntilərinin əksinə olan həqiqətləri ifşa etdi. O, Avropada elə bir gizli ordu barədə açıqlama verdi ki, onun məqsədi təhlükəsizlik yaratmaq əvəzinə xaos yaratmaq idi. Bu hadisələr Sovet və ABŞ arasındakı köhnə münaqişələrin köklərinə gedib çıxırdı. Bu da İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə Amerikanın uğurlu atom bombası sınağından sonra daha da artmışdı. ABŞ-ın atom bombasını əldə etməsi qlobal səhnədə yeni gərginliklər yaratdı. Churchillin kommunistlərə qarşı sərt çıxışlarından sonra Stalin də atom bombasını əldə etmək əmri verdi. Avropa iki super gücün döyüş meydanına çevrildi. Qərb hissəsi ABŞ-ın təsirinə düşdü və şərq hissəsi Sovet İttifaqının nəzarətində qaldı. 1947-ci ildə Avropa hələ də İkinci Dünya müharibəsi dağıntılarından qurtulmamış, insanlar yoxsulluq və dağıntılar içərisində yaşayırdılar. Kommunistlər daha yaxşı həyat vəd edərək milyonlarla insanı öz tərəfinə çəkirdi. Bu nüfuz ABŞ üçün böyük bir təhdid idi. Və nəticədə ABŞ prezidenti Truman kommunizmin yayılmasının qarşısını almaq üçün bir planı Konqresə təqdim etdi. Plan qəbul edildikdən sonra Amerikanın yardımları Avropaya axın etməyə başladı. Stalin isə ABŞ-ın qarşısını almaq üçün öz qarşılıqlı iqtisadi yardım şurası planını təqdim etdi. Lakin Sovet İttifaqının zəif iqtisadiyyatı bu rəqabəti davam etdirmək gücündə deyildi. Sovetin bu plandakı məğlubiyyətindən sonra ABŞ dövlət xadimi George Marshallın planı ilə Qərbi Avropa ölkələrinin iqtisadi birliyini gücləndirdi və yeni bir ittifaq formalaşdı. Bu ittifaq və həmrəyliyin indi bir təhlükəsizlik çatışmazlığı var idi. 1948-ci ildə Vaşinqtonda NATO-nun ilk toplantısı keçirildi. ABŞ-ın çağırışı ilə Qərbi Avropa ölkələri bu toplantıya qatıldılar və Şimali Atlantika Müqaviləsi Təşkilatı, yəni NATO adında hərbi bir ittifaq yaradıldı. Bu ittifaqın məqsədi Avropanı Sovet təhlükəsinə qarşı qorumaq idi. NATO'nun 5-ci maddəsi bəyan edir ki, bir üzvə hücum bütün üzvlərə hücumdur. ABŞ Qərbi Avropa ölkələrində hərbi bazalar quraraq regionun təhlükəsizliyini təmin etdi. 1949-cu ildə Sovet İttifaqı ilk atom bombasını sınaqdan keçirdi. Bu nailiyyət silahlanma yarışını sürətləndirdi və Şərqi Avropada Varşava müqaviləsinin yaradılmasına gətirib çıxartdı. Bu müqavilə Şərq bloku ölkələrinin hər hansı bir hücum qarşısında bir-birlərini müdafiə etməsini təmin edir və Avropada hərbi tarazlığı qoruyurdu. Müharibədən sonra zəifləmiş Sovet iqtisadiyyatı xalqın problemlərini həll edə bilmirdi. Halbuki Marshall planı Qərbi Avropanın iqtisadiyyatını bərpa etmişdi. Qərbdəki yüksək həyat səviyyəsi və kommunist hökumətlərindəki təzyiqlər Şərqi Avropa xalqları arasında narazılıq və miqrasiya dalğasına səbəb oldu. Bu miqrasiyaların qarşısını almaq üçün Berlin divarı inşa edildi. Lakin bu daha çox etirazlara səbəb oldu. 1988-ci ildə Çexoslovakiya xalqı küçələrə çıxaraq etiraz aksiyaları keçirdi və bu etirazlar yayılmağa başladı. Hökumət Varşava müqaviləsi ordusundan istifadə edərək xalqı zorla yartıtmağa çalışdı. Bu hərəkət hərbi ittifaq üçün bir ləkə oldu. Qərb siyasətçiləri və mediası Şərq xalqlarını dəstəklədilər. Lakin bu dəstəklər terror aktları, partlayışlar və Qərb məmurlarının qaçırılması kimi hadisələrə səbəb oldu. Buna baxmayaraq, bu hadisələr Şərq xalqlarını dayandıra bilmədi. Onlar kommunizmdən qurtuluşu azadlıq yolunda bir ümid kimi görürdülər və Berlin divarının dağılması bu azadlığın simvoluna çevrildi.
1989-cu ilin oktyabrında Şərqi Almaniya xalqı Berlin divarını dağıdaraq azadlığa çıxdılar və soyuq müharibənin sonunu gətirdilər. Sovet İttifaqı dağıldıqdan sonra Şərq bloku ölkələri tədricən NATO-ya qoşuldular və bu Avropada təhlükəsizliyin bərpasına kömək etdi. Artıq terror və kütləvi qırğınlardan xəbər yox idi. Halbuki xalq kommunizmi əsas təhlükəsizlik təhdidi kimi görürdü. İtaliyanın keçmiş baş naziri Giulio Andreotti'nin ifşaları yeni həqiqətləri üzə çıxartdı. Andreotti soyuq müharibənin ilk illərində ABŞ tərəfindən Avropada gizli bir ordu yaradıldığını açıqladı. Bu ordu Sovet təhlükəsinə qarşı mübarizə aparmaq və kommunizmin yayılmasının qarşısını almaq məqsədi ilə yaradılmışdı. Müharibədən sonra Nürnberg məhkəməsi nasist komandirlərini mühakimə etmək üçün təşkil edildi. Lakin onlardan bəziləri, o cümlədən General Klaus Barbie və Reinhard Gehlen məhkəmə başlamazdan əvvəl qaçırıldı. Bu komandirlər Sovet qüvvələri haqqında vacib məlumatlara sahib idilər. 2 il sonra Mərkəzi Kəşfiyyat İdarəsi Avropada gizli bir şəbəkə qurmağı qərara alaraq nasist zabitələrini işə cəlb etdi. Barbie və Gehlen gizli orduya təlim vermək üçün Almaniyaya göndərildilər ki, böyük bir əməliyyata hazırlıq görsünlər. Bu arada ABŞ Marshall planı ilə Avropanı yenidən qurmağa davam edirdi. Lakin Qərbi Avropada kommunizmin yayılması bu plana böyük bir maneə idi. Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyatlara başlamaq üçün Papadan kömək istədi və ondan kommunizmlə mübarizəni dəstəkləyən bir çıxış etməsini xahiş etdi. Papa da mühüm bir çıxışında kommunistləri xristianlığın ən böyük düşməni kimi təqdim etdi. Bu addım gizli ordunun ictimaiyyətə çıxmasına zəmin yaratdı. Gizli ordu seçki mitinqlərini pozaraq və kommunistlərin üzərinə atılan dağıntıları göstərən filmlər yayımlayaraq ictimaiyyəti bu axına qarşı səfərbər etməyə çalışdı. Bu inkişaflar soyuq müharibənin yeni və gizli bir formada davam etdiyini göstərirdi. Gizli ordu sürətlə Qərbi Avropanın 16 ölkəsində genişləndi. Çünki bu ölkələrin kommunistləşməsi ABŞ üçün böyük bir təhlükə hesab olunurdu. Bu ordu artıq siyasətə də təsir göstərməyə başlamışdı. Lakin bütün cəhətlərinə baxmayaraq, kommunistlər hələ də populyarlığını qoruyub saxlayırdılar. İtaliyada kommunizmin təsiri artdı. Eldumer, baş nazir və Enrico Berlinguer, Komünist Partiyasının baş katibi, partiyalar arasında əməkdaşlıq müqaviləsi imzaladılar. Bu addım ABŞ və NATO tərəfindən dəstəklənmirdi. Hamı parlamentdə ittifaq müqaviləsinin təsdiqini gözləyən vaxt, İtaliyanın baş naziri Aldo Moro naməlum şəxslər tərəfindən qaçırıldı. 52 gün sonra isə onun cəsədi Romada bir küçədə tapıldı. Başlanğıcda kommunistlər Moronun öldürülməsində günahlandırıldılar. Lakin illər sonra yeni məlumatların ifşası ilə peşəkar agentlərin bu qətldə rol oynadığı müəyyən olundu. Bu hadisə sonrakı 10 illiklərdə davam edən bir sıra terror aktlarının yalnız bir hissəsidir. Bu əhəmiyyətli hadisələrdən biri 1980-cı ildə Bologna dəmir yol stansiyasında baş verən partlayışdır ki, bu da 80 nəfərin ölümünə səbəb oldu. Gizli ordunun üzərinə atılan bu cinayətlərin bir çoxu müəyyən bir məqsədə xidmət edirdi. Kommunizmdən Avropanın demokratiyasını xilas etmək. Hətta bu yolda insanların qətl edilməsinə belə səbəb olsa belə. Gizli ordu soyuq müharibənin ilk illərində Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmışdı. Bu ordu Belçika və İtaliya kimi Avropa ölkələrində kommunistləri nüfuzdan salmaq və insanların qərb demokratiyalarına dəstəyini qazanmaq üçün terror aktları həyata keçirdi. Bu əməliyyatlar kommunistlərin xaos əsas səbəbkarı olduğunu göstərməyə çalışırdı. Nəticədə NATO və ABŞ Avropanın əsas təhlükəsizlik təminatçıları kimi təqdim olunacaqdı. Sovet İttifaqının dağılması və kommunizm təhdidinin azalması ilə bir çox Avropa ölkəsi, o cümlədən Fransa vətəndaşları, hökumətlərinə NATO-dan çıxmağı tələb etməyə başladılar.